Sizcə bizdə tərcümənin səviyyəsi nə yerdədir? Süni intellekt artıq tərcümə eləməyə başlayıb. İndi görünür daha çox peşəkar redaktor institutunun formalaşması, oturuşması məsələsi daha aktualdır sanki. Bax, bu məsələlərdə problem yaranır. Mövcud resursların 7%-nə yaxını rus dilindədir. Türk dilli resurslar 3-5% arasındadır. Bir də bu qaydaları tez-tez dəyişmək lazım deyil. İndiyə qədər olanları dəyişməyə cəhd göstərmək boş vaxt itkisidir. Papadan artıq xristian olmaq istəyirlər. Elmin öz qayda qanunları var. Qoyun bikar da olsun, işsiz də olsun. Mən iş gördüm deyə iş görməyə lazım deyil. Qaydaları tez-tez dəyişmək insanlarda çaşqınlıq yaradır və bir qıcıq yaradır. Bir qədər ehtiyatlı davranmaq lazım. Sözləri niyə lüğətdən çıxarırıq? O sözdə qalsın və bugün biz elastik demək əvəzinə elə kövşək deyək. Əzbər yoxdur axı, ancaq məna var. Deyir ki, Səməd Vurğunda bir şeir var idi, orada nəsə deyir ki, başı qarlı, dağlardan danışır. Ana dilimiz heç bir dilə uduzmur. Dünyanın elə bir dili yoxdur ki, o dildən ana dilimizə tərcümədə nəsə mümkünsüz olsun. Bunu sizdən eşitmək o qədər ürəyimizə yağ kimi yayıldı ki. Dilbilin bugünkü qonağı esseyist, tərcüməçi, şair və mükəmməl bir müsahib Səlim Babulluoğludur. Səlim müəllim, xoş gördük. Xoş gördük. Səlim müəllim, Mədəniyyət 2040 konsepsiyası ölkə başçısının sərəncamı ilə qəbul olundu və sizcə bu ədəbiyyatda, tərcümə sənətində və dil problemlərində öz əksini necə tapacaq? Müsahibə üçün çox uğurlu başlanğıc və məncə yaxşı sualdır. Əvvəla mən bütün həm sizi, həm özümü, həm bizi izləyən mədəniyyət, ədəbiyyat adamlarını, alimləri bu konsepsiyanın qəbul olunması ilə bağlı təbrik edirəm. O münasibətlə. Konsepsiya deməli 2026-2040-cı illəri əhatə edir. 3 mərhələdə həyata keçirilməsi gözlənilir. 26-30-cu illər, 31-35-ci illər və 36-40-cı illər. Orada çox vacib məsələlər var. Yəni, konsepsiyanın preambulasında, girişində. Deməli, birinci məsələ Azərbaycan dili ilə bağlıdır. Mədəni irslə bağlıdır. Sonra ədəbiyyat dediyiniz kimi tərcümə məsələləri, sonra rəqəmsallaşma ilə bağlı məsələlər var. Və bütün bu məsələlərin, belə deyək, gələcəkdə risklərin nəzərə alınması, mövcud risklərin və onların qarşısının alınması, sonra yaradıcı mədəni sferanın yalnız datasiya əsasında yaşayan, formalaşan bir sahədən investisiya qoyulan və gəlir gətirilən sahəyə çevrilməsi ilə bağlı xeyli maraqlı məsələlər var. Davranış mədəniyyəti ilə bağlı məsələlər var. Bir sözlə mədəniyyətin bütün sahələrini əhatə edən maddələr var. Mənə elə gəlir ki, xüsusən, indi bəlkə ədəbiyyatçı olduğuma görədir, orada iki maraqlı məqam milli ədəbiyyatın belə deyək, inkişafı və dünya ilə inteqrasiyası məsələsinə ciddi təsir eləyə bilər. Birincisi, milli ədəbiyyatımızın dünya xalqları dilinə tərcümə olunması təbliği məsələləri. Nəhayət ki, bu məsələ öz konseptual həllini tapacaq. İkinci məsələ isə xüsusi bir maddə kimi qeyd olunur orada. Dünyanın nüfuzlu ədiblərinin, şairlərin, yazıçıların Azərbaycana qonaq kimi dəvət olunması və öz təcrübəsinin bölüşülməsi üçün imkanların yaradılması ilə bağlıdır. Hər iki məsələ olduqca vacib məsələdir. İstənilən ədəbi mühitin, istənilən xalqın ədəbi mühitinin avanqardı həmişə tərcümə prosesi ilə bağlı olub. Biz dünya ədəbiyyatı nümunələrini dilimizə mütəmadi, ardıcıl tərcümə eləməliyik və bu məsələdə gecikməməliyik. Çünki yalnız bunun vasitəsilə həm milli dilimiz özünü digər dünya xalqlarının dilləri ilə həmahəng tutuşturma imkanı qazanmış olacaq. Başqa tərəfdən indi texnologiyalar əsridir, rəqəmsal əsridir, belə deyək, dövrdür. Bütün xalqların dillərinə
Yeni sözlər girir, bax bu ixtiralarla, kəşflərlə, terminlər girir və ona görə həmin proseslər necə baş verir, bunu dərindən anlamaq üçün bizim tərcümə məsələsinə ehtiyacımız var. Eyni zamanda bizim ədəbiyyatın dünya xalqlarının dillərinə tərcümə olması vacib məsələdir. Çünki hər bir millətin milli kimliyini ifadə edən mənə görə birinci məsələ ədəbiyyatdır. Ədəbiyyat qədər heç bir şey bir milləti, bir xalqı, onun mədəniyyətini ifadə edə bilməz. Mən ümid edirəm, inanıram ki, mədəniyyət, xüsusən bu konsepsiyanın gerçəkləşdirilməsində bir çox dövlət qurumlarının üzərinə vəzifə düşür. Birinci növbədə Mədəniyyət Nazirliyinin, o cümlədən Təhsil Nazirliyinin və digər aidiyyatlı qurumların. Mən inanıram ki, Mədəniyyət Nazirliyinin yeni komandası bu məsələnin, bu konsepsiyanın həyata keçirilməsində, yəni hətta mümkün olmayanı belə eləməyə çalışacaq. Səlim müəllim, minlərlə tərcüməniz var. Bəli. Və Azərbaycanda ən yaxşı tərcüməçilərdən hesab olunursunuz. Sizcə bizdə tərcümənin səviyyəsi nə yerdədir? Və yadınızdadırsa belə bir söhbət çıxdı arada. Biz niyə tərcümə eləyək Azərbaycan dilinə? Onsuz da oxuyan yoxdur. Onsuz da ya türk dilində, ya rus dilində oxuyurlar. Sizcə doğrudanmı uğursuz tərcümələr bu qədər çoxdur? Yoxsa o kitab satılmaması səbəbindən deyilmiş, emosiya üzərində qurulmuş bir söz idi? Mən fikirləşirəm ki, bu ümumiyyətlə yanaşma necə deyilməsindən asılı olmayaraq doğru deyil. Biz öz ana dilimizə dünya xalqlarının, belə deyək də, ən yaxşı bədii nümunələrini tərcümə eləməliyik. Dedim bayaq birinci suala cavab verəndə, bunun birinci səbəbi odur ki, yalnız bu halda bizim dilimiz diri ola bilər, çağdaş ola bilər. Qaldı bu ifadə niyə deyilib, kitabların satılması, satılmaması? Bəli, əlbəttə, yəni vaxtilə biz siyasi taleyimiz elə idi ki, biz dünya ədəbiyyatı nümunələrini daha çox rus dili vasitəsilə oxuyurduq. Eyni zamanda öz milli ədəbiyyatımız da xüsusən Şərqi Avropa ölkələrinə və digər ölkələrə məhz rus dili vasitəsilə yol tapırdı. Amma indi müstəqillik, artıq müstəqilliyimizin 35 illiyidir. İndi sərhədlər yoxdur, məhdudiyyətlər yoxdur. Qapılar açıqdır. Biz həm ingilis dili vasitəsilə, həm rus dili vasitəsilə, həm türk dili vasitəsilə dünyada, dünya ədəbi mühitində yaxud dünya xalqlarının ədəbi mühitlərində baş verən hadisələr izləyə bilirik. Bu, əlbəttə, çox yaxşıdır. Başqa tərəfdən, nə qədər ki, biz özümüz belə deyək, həmahəng zamanında tərcümə işini təşkil edə bilməmişik, bizim xüsusən yetişməkdə olan gənc nəsil başqa dillər vasitəsilə ədəbiyyatı daha çox oxuyacaqlar. Bu da böyük risklər yaradacaq. Tam razıyam. Ona görə düşünürəm ki, belə olmamalıdır. Fikrimcə, ölkədə həm nəşriyyatlar, həm ədəbiyyatla bağlı, bilavasitə bağlı olan strukturlar ölkədə tərcümə jurnallarını, yəni bədii mətnləri tərcümə edən jurnalları və yaxud onların inkası olan hansısa platformaları əsaslı şəkildə işləməli, ayaq üstə qoymalıdırlar. Nəşriyyatlar hökmən ədəbiyyatda tərcümə eləməlidirlər. Amma qaldı ki, o tərcümə işi doğrudan mı bizdə bərbad vəziyyətdədir? Bunun faizini müəyyənləşdirmək təəssüf ki, mümkün deyil. Pis tərcümələr var. Əvvəl də olub, bugün də var, sabah da olacaq. Amma bu o demək deyil ki, biz tərcümə eləməməliyik. Amma faiz nisbəti var. Amma mən bir şey düşünürəm ki, bizdə indi əsas məsələlərdən biri, əgər biz dünya xalqları ədəbiyyatının ana dilimizə tərcüməsindən danışırıqsa, məsələn, bizdə bir çox dillərdən birbaşa tərcümə edən mütəxəssislərimiz yoxdur. Olanlar isə, mövcud tərcüməçilər isə, belə deyək, daha rentabelli sahələrdə, daha gəlirli sahələrdə işləyirlər. Ona görə görünür ki, həmin mütəxəssislərin ədəbiyyat sahəsində işləməsi üçün bir şərait yaradılmalıdır. Sonra bizim elə regionlar, elə bölgələr, rayonlar var ki, orada kitab mağazaları ümumiyyətlə yoxdur. Və düşünürəm ki, münbit kitab
bu sözü istifadə etmək istəmirəm, amma hələ ki başqa söz ağlıma gəlmir. Kitab bazarının formalaşması lazımdır ki, ümumiyyətlə bu məsələ sac ayağıdır. Bir tərəfdə kitab mağazaları, dükanlar, salonlar, kitab satış sektoru olmalıdır. İkinci tərəfdə tərcüməçilər olmalıdır. Üçüncü tərəfdə isə naşirlər olmalıdır. Bunlar üç fərqli institutdur və bunlar əl-ələ işləməlidir. Bu üçünün normal formalaşması bax o yaxşı tərcümələrin meydana çıxmasına şərait yaradacaq. Amma başqa tərəfdən fikirləşirəm ki, peşəkar olan adamlar reallığın necə olmasından asılı olmayaraq vicdanla çalışırlar. İş elə gətirib ki, mən 1997, 2004, 2005, 2014 və 2015-2022-ci illər bu dövrləri əhatə edən məruzələr hazırlamışam tərcümə işinin vəziyyəti ilə bağlı. Əksər problemləri bilirəm. Amma onlar çox spesifik problemlərdir. Və üstəgəl indi başqa bir risklə yaranır. Süni intellekt artıq tərcümə eləməyə başlayıb. İndi görünür, daha çox peşəkar redaktor institutunun formalaşması, oturuşması məsələsi daha aktualdır sanki. Bax, bu məsələlərdə problem yaranır. İnsanlar, mən də istisna deyiləm, məsələn, öz tərcümələrini redaktə eləməməlidirlər. İnsan öz yazdığı, tərcümə elədiyi mətni redaktə eləyə bilmir. Kənar gözlə, peşəkar gözlə yeni bir baxış olmalıdır və nəşriyyatlarımızda ciddi peşəkar redaktorların azlığı, təkcə redaktorların deyil, elə korrektorların da azlığı nəticədə çap olunan kitabların səviyyəsinin aşağı, tərcümə ədəbiyyatından danışıram, elə orijinal ədəbiyyatdan danışıram. Yəni, səviyyəsinin aşağı olması ilə nəticələnir. Görünür, burada redaktor institutda formalaşmalıdır. Sizcə, keyfiyyətsiz tərcüməyə bizim lüğətlərimizin səviyyəsinin o qədər də yüksək olmaması da təsir edirmi? Və ChatGPT-nin adını çəkdiniz. Yəqin ki, burada digər proqramlar da var. Və bu proqramların tətbiqi burada tam Azərbaycan dilinin orfoqrafiya qaydalarının öz əksini tapmamasının nəticəsi olaraq bizim qaydalarımızın pozulmasına səbəb olurmu? Olur. Bilirsiniz necədir? Bu süni intellekt, bax o dediyiniz platformalar, proqramlar, ChatGPT, Gemini, sonra DeepL, Prompt və başqa proqramlar, ümumiyyətlə bu internet üzərindən varlığını sürdürən, belə deyək, varlığını saxlayan proqramlar bazı əsasında, data əsasında işləyir. Bizim, məsələn, belə deyək, internet dünyasında, elektron dünyada nə qədər resursumuz, bazamız varsa, bizim dildən digər dillərə və digər dillərdən ana dilimizə çevrilən mətnlərin qüsurlu, səviyyəli və səviyyəsiz olmasını belə deyək, ən ciddi təsir edən amildir buna. Məsələn, mən bir yaxınlarda Azərbaycan dili ilə bağlı bir müzakirə var idi. Orada səsləndirdim bu fikri. Dünyada 2 milyarda yaxın ingilis dilli resurs var. Onun 20-25% daim aktivdir. Mövcud resursların 7%-nə yaxını rus dilindədir. Türk dilli resurslar, təbii ki, Türkiyə türkçəsinin dominantlığı ilə 3-5% arasındadır və onun içində Azərbaycan dili də var və hər nə qədər qəribə də olsa, Türk dilli resurslar Çin və ərəb dilindən daha yuxarıdadır, faiz göstərisi var. Demək, biz nəyə çalışmalıyıq? Biz əvvəla bu nəşr olunan səviyyəli kitabların elektron versiyasının olmasına, dataların formalaşmasına çalışmalıyıq. O cümlədən savadlı, əsaslı lüğətlər. Çünki bunlar olmadıqca süni intellekt tərcümə proqramları informasiyanı türk dilindən alacaqlar, Türkiyə türkçəsindən və nəticədə özə məxsus problemlər yaranacaq. Ona görə əlbəttə təsiri var və bizim lüğətlə bağlı çalışan mütəxəssislərimiz, dilçilər, Milli Elmlər Akademiyasının müvafiq institutları bu istiqamətdə çalışmalıdırlar və bir də bu qaydaları tez-tez dəyişmək lazım deyil.
qaydaların dəyişməyi sonradan böyük çaşqınlıq yaradır. Elə qaydalar var ki, onun dəyişməyinə heç nəyə nail olmaq olmur. Əsas ana, təməl qaydalar qalmaq şərti ilə çağdaş dünyanın inkişaf tempi və özünə məxsusluğu da o yenilənməni təmin eləməklə bu baş verməlidir. Və mənə elə gəlir ki, indiyə qədər olanları dəyişməyə cəhd göstərmək boş vaxt itkisidir. Məsələn, 2021-ci ilin lüğəti çıxanda orada bir çox sözlərin yazılışını dəyişdilər. Yəni yazılışa bir yenilik gətirdilər. Məsələn, nəbadə məbadə oldu. Məsələn, bekar bikar oldu. Yəni sanki bu sözün mənbə dildəki yazılışına yaxınlaşdırırdılar, ona daha da uyğunlaşdırırdılar. Yəni bi söz deməkdir, bikar da bəzən böyük intensivliklə dilimizə daxil olan müasir terminlərin Azərbaycan dilində qarşılığının tapılması iləmi, yoxsa olduğu kimi qəbul edilməsi iləmi, onların lüğətə daxil olması ilə məşğul olmaq daha məntiqli olmazdımı? Razıyam sizinlə Dürdane xanım. Birisi necədir o? Bir ifadə var, deyir, papadan artıq xristiyan olmaq istəyirlər. Bəzən bəzi mütəxəssislər öz şəxsi, belə deyək, ambisiyalarını deyim, ideoloji baxışlarını deyim, elmə gətirmək istəyirlər. Elmin öz qayda qanunları var. Qoyun bikar da olsun, işsiz də olsun, bivəfa da olsun, vəfasız da olsun və bunlar sinonimlər kimi qalsın lüğətdə. Qoyun bilgisayar da olsun, kompüter da olsun, laptop da olsun. Təbii ki, dilimizin ahəng qanunlarına uyğun sözlər lüğətlərdə daha əvvəldə təqdim olunacaq, söhbət əgər izahlı lüğətdən gəlirsə, digərləri isə sonra sadalama kimi. Yenə deyirəm, bu lüğət tərtibində mən iş gördüm deyə iş görmək lazım deyil. Köhnədən, əskidən olan yaxşı nümunələr saxlanmalıdır, onları yenilənməlidir. O hərf dəyişiklikləri, sanki hansısa dəyişiklikləri sərf olunan enerjini və bir də ki, istənilən dəyişiklik kitab çapıdır, hansısa məsrəflərdir. O məsrəfləri siz dediyiniz kimi o yeni işlərə, perspektivə xərcləmək lazımdır. O köhnəni yalandan təftiş eləməklə biz heç nəyə nail olmayacaq. Əlbəttə o çox ola bilsin ki, əskidən hansısa problemlər olub. Siyasi, ictimai səbəblərdən bunları deyək ki, icra eləmək olmuyor. Belə məqamlar varsa, onlar aradan qalxmalıdır. Amma daha çox sabaha baxmaq lazımdır və sabaha yönəlik işləmək lazımdır. Tam razıyam. Misal üçün, siz dediyiniz kimi, səbir sözü vaxtı ilə ilsiz yazılırdı, indi i ilə yazılır. Və əvvəlki klassik dövr şeirlərini biz oxuyanda, onların əksəriyyətində səbirdir, ilsizdir. Və burada artıq qafiyə pozulur. Bu şeirlər yenidən çap olunanda bunlara səbir yazsalar, qafiyə pozulacaq. Səbir yazılsa, düzgün yazılmamış olur və artıq belə bir məsələlər də əmələ gəlir. Və ona görə o iki qrupa bölünmüş sözlərin alt qrupunda, yəni mənbə dilə daha yaxın olan, məsələn, zülm, üzür, bunları türk dilinin təsiri ilə ki, biz deyirik Türkiyə türkçəsində fonetik prinsip əsas tutulur. Bəli. Onlar necə tələffüz edirlərsə, o cür yazıya üstünlük verirlər. Və yavaş-yavaş bizdə də buna bir meyil əmələ gəlir. Yavaş-yavaş o mənbə dilə yaxın bir saytla yazılan sözləri keçirirlər, 2 saytla yazırlar. Amma bunun indiyə qədər çap olunan əsərlərdə özünü necə əks etməsi barədə düşünən yoxdur. Biz bugün 50-60-cı illərin əsərlərini oxuyanda bugünkü qaydalarla xeyli orfoqrafik qayda müəyyən etmiş oluruq. Əslində o dövr üçün o çox doğru yazılmış bir qaydalardır. Ona görə sizin sözünüzə qüvvət, qaydaları tez-tez dəyişmək insanlarda çaşqınlıq yaradır və bir qıcıq yaradır. Bu iş görmək xəttindən iş görmək lazım deyil də. Yəni bilirsiniz, əgər müəyyən yazı normativləri formalaşıbsa indiyə qədər, onların yaxşı nümunələrini saxlamaq lazımdır və heç bir dövlətin, heç bir belə deyək də, xalqın, heç kimin yazı qaydalarını bura gətirmək lazımdır. Azərbaycan dilinin, Azərbaycan türkçəsinin öz fonetikası, öz ahəng qanunları var və onları saxlamaq lazımdır. Bəli. Amma indi başqa məsələdir ki, biz ortaq türkçə haqqında danışırıq. Bəlkə bizim alimlərimiz o perspektivi, uzaq perspektivi nəzərə alıb hansısa
atmaq istəyir. Burada da yenə də belə deyək, bir qədər ehtiyatlı davranmaq lazımdır. Ümid eləyək ki, alimlərimiz, xüsusən dilçilər bu məsələdə köhnə irsi təftişlə yox, gələcəyə daha rasional, daha aydın, gerçəkçi baxmaqla hansısa işləri görə biləcəklər. Tamamilə qatılıram sizə və ümid edirik ki, elə də olacaq. Siz bayaq dediniz ki, qoy lüğətdə bu da olsun, bu da olsun. Bəli. Və mən tibbi terminləri tez-tez araşdırıram, çünki onları tədris eləyirəm. Çox təəccüblə bunu aşkar elədim ki, lüğətimizdə kövşək sözü yoxdur. Halbuki tibbdə kövşək lifli toxuma deyə bir ifadə var. Səyirici aritmiya var. Səyirici sözünü mən lüğətdə tapa bilmədim. Kövşək sözünü tapa bilmədim. Mən də sizə qatılıram ki, o sözləri niyə lüğətdən çıxarırıq? O söz də qalsın və bugün biz elastik demək əvəzinə elə kövşək deyərdik. Məsələn, Türkiyə türkcəsində deyir ki, bu çox kövşək bir materialdır, kevşək deyirlər ola. Bu niyə qalmasın, biz onu elastiklə əvəz eləyək? Və mənə də elə gəlir ki, bunları köhnəyə doğru baxmaqla yox, yeniyə doğru baxmaqla ki, yeniyə baxmağımızın intensivliyinin azlığı o yerə gətirib çıxarır ki, bugün texnologiya ilə məşğul olan gənclərin çoxusu dilimiz zəifdir, dilimizin söz ehtiyatı müasir tərzdə olan sözləri vermək üçün yetərli deyil deyə düşünürlər. Halbuki biz əvvəlki illərin bədii əsərlərinə baxsaq, bugün işləklikdən çıxmış, amma bugün əvəzinə başqa dillərdən sözlə ifadə etdiyimiz bol-bol söz var. Unudulub, bugün gündəlik məişət danışığında olmaması bir tərəfə, ədəbi dildə də artıq işləkliyini itirib. Mən poeziya tərcüməsi ilə məşğul olmuşam. Özdə həm texnika baxımından, həm məzmunca bir çox mürəkkəb şairləri çevirmişəm ana dilimizə. 30 ilə yaxın bir təcrübəm var və bu təcrübədən çıxış edib bir qənaətimi, qəti qənaətimi bildirmək istəyirəm. Dilimiz, ana dilimiz, dünyanın heç bir dili ilə daha çox bədii tərcümə müstəvisində danışıram. Uduzmur, bir çox hallarda daha böyük imkanlar verir. Ola bilsin ki, terminologiya baxımından hansısa çatışmazlıqlar olub. Bu artıq dilin imkanları ilə bağlı olan məsələ deyil, bu biraz bizim siyasi taleyimizlə bağlı olan məsələdir. Dövlətçilik ənənəsi ilə bağlı olan məsələdir. Uzun müddət rus dilində ədəbiyyat oxuyan adamlar qəfildən tutalım, ara sıra ana dilində ədəbiyyat oxuyanda nədənsə onlara elə gəlir ki, yox, bu dil, bizim dil niyəsə rus dilini olsun. Xeyr, bu onların vərdişləri ilə bağlıdır. Mən bunu dəfələrlə müşahidə eləmişik. Biz uşaq vaxtımızdan ana dilimizdə kitabla böyüməliyik. Ana dilimizdə bədii ədəbiyyat oxuya-oxuya böyüməliyik. Əgər biz dilimizi hiss eləmək istəyiriksə, dilimizin nə boyda böyük imkanlar açdığını bilmək istəyiriksə, biz hökmən bədii ədəbiyyat oxumalıyıq və təhsil müəssisələrində, mən bunu dəfələrlə demişəm, sonradan həmin uşaqlar fərqli peşələrə sahib ola bilərlər, fərqli yollar seçə bilərlər, kimisi kimyaçı ola bilər, kimisi nüvə mütəxəssisi ola bilər, kimisi bioloq ola bilər və s. fərqi yoxdur. Hansı ixtisas, hansı sənətli peşəni seçmənin asılı olmayaraq təhsilimizdə humanitar ağırlığı olmalıdır, ədəbiyyat ağırlığı olmalıdır. Tam qatılıram. Və düşünürəm ki, bu həmin gələcəkdə yetişən mütəxəssislərin də xeyrinə olacaq. Əgər biz həm də yaxşı mütəxəssislə yanaşı ləyaqətli vətəndaş, Azərbaycanlı yetişdirmək istəyiriksə, bu mütləq olmalıdır. Və bu təhsilin daha böyük hissəsi də mənə elə gəlir, poeziyanın şiirlərindədir. Ana dilimiz heç bir dilə uduzmur. Dünyanın elə bir dili yoxdur ki, o dildən ana dilimizə tərcümədə nəsə mümkünsüz olsun. Ola bilər ki, nə gözəl. Bunu sizdən eşitmək o qədər ürəyimizə yağ kimi yayıldı ki. Və ona görə də ola bilər ki, hansısa mütəxəssis, məsələn, səlim tutalım, peşəkarlıq dərəcəsi o qədər deyil ki, nəyəsə tərcümə edilir, qüsurlara yox, bu ola bilər.
Amma bir adamın belə deyək də şəxsi imkanlarını, dilin imkanlarının adına sırmaq olmaz. Yenə deyirəm, yaxşı tərcüməçilərimiz var. Çox böyük, unikal, fərqli, möhtəşəm dilimiz var. Onu hiss eləmək lazımdır. Nə gözəl dediniz. Və bir də bayaq danışdığımız məsələlər olmalıdır. Redaktor institutu, korrektor institutu, nəşriyyat, kitab satış mərkəzləri şəbəkəsi, təhsildə bədii, humanitar ağırlığın olması. Məsələn, indi siz xatırlayırsınız, mən də xatırlayıram. Vaxtilə sinifdən xaric oxular var idi. Uşaqlar tətillərə çıxanda onlara 1, 2, 10 tövsiyə olunurdu ki, filan kitablar oxusun və burada bir məcburiyyət var idi. Mən anlayıram indi başqa əsrdir, başqa dövrdür, başqa çağda hamının əlində telefonlar var. Amma qoyun telefonla oxusun, mətnətlər var, qoyun planşetdən oxusun. Qatılıram sizə. Amma bunlar olmalıdır. Burada bir müəyyən qədər məcburiyyət olmalıdır. Bəli. Poeziyadan və ədəbiyyatdan danışdıq. Bəli. Daha doğrusu mütaliədən danışdıq. Dəfələrlə biz söz ehtiyatımızı necə artıraq sualına mən mütaliə eləmək lazımdır, bədii ədəbiyyat oxumaq lazımdır deyə cavab vermişəm və bu cavabın qarşılığında nə oxuyaq? Yaxşı ədəbiyyat yoxdur sözünü eşitmişəm. Və mən indi sizdən o ədəbiyyatın siyahısını istəyirəm. Nə tövsiyə edərdiniz? Öz söz ehtiyatını artırmaq istəyən gənclərimiz əslində yox deyil. Azərbaycan dilinin gözəlliyini orada dərk edə bilsinlər, eyni zamanda söz ehtiyatlarını artıra bilsinlər. Dürdana xanım, ad çəkməyim. Yəni, ad çəkməyim belə ki, çəksəm belə tam siyahı və belə deyək, əsaslı bir siyahı olmayacaq. Amma mən böyük məmnuniyyətlə bizim həm 20-ci əsrin əvvəlləri, həm 60-cı illər, həm müasir dövrümüzün mənim fikrimcə dəyərli nümunələrinin siyahısını müəlliflər, əsərlər bu siyahını hazırlayıb sizə təqdim edərəm. Siz də öz platformanızdan, öz imkanlarınızdan istifadə edərək bunu bizim seyircilərlə və maraqlananlarla paylaşarsınız. Əminəm ki, istəyənlər çox olacaq. Əgər Səlim müəllimdən müasir dövr ədəbiyyatına aid oxunmalı kitabların siyahısını istəyirsinizsə, ədəbiyyat yazın, göndərin. Biz sizə Səlim müəllimin təklif etdiyi əsərləri göndərək. Səlim müəllim, bayaq biz şeiriyyətdən danışdıq. Və orta məktəblərdə, orta məktəb proqramlarından şeir əzbərlənməsi tələbini artıq yığışdırırlar. Müxtəlif əsaslarla əzbərləməyə ehtiyac yoxdur, mənasını dərk eləsə daha yaxşıdır. Halbuki psixoloqların da təsdiq etdiyi kimi, ümumiyyətlə o neyro şəbəkələri araşdıranların da dediyi kimi, beyin hüceyrələrinin aktivləşməsi, oradakı neyro şəbəkələrin əlaqələrinin güclənməsi baxımından və motorikanın gücləndirilməsi baxımından şeir əzbərləməyin tibbi xeyirləri var. Hələ o birisini qoyuram bir qırağa. Sizcə şeir əzbərlənməsi uşaqlara, gənclərə lazımdırmı, yoxsa doğrudan da mənasını anlasalar kifayət eləyir? Demək, ümumiyyətlə elmin yarısı əzbərlənmədir. İstənilən elmin. Biz vurma cədvəlini əzbərləmirik. Əzbərləyirik. Amma hansı mütəxəssis riyaziyyatçı deyə bilər ki, bir nədir? Xalis şəkildə biri izah edə bilər. İzah edə bilməz. İzahlar həmişə natamam olacaq. Məsələn, biz xalis biri ancaq məsələn bir adam, bir çörək, bir kitab deyəndə anlayırıq. Əks təqdirdə başa düşmürük. Xalis A-nı, xalis B-ni kim izah edə bilər? Heç kim. Amma biz alma deyəndə deyirik ki, burada A saitdir, o birisilər samitdir. Yəni, bununla mən nəyi demək istəyirəm? Elm bir qədər əzbərləmə, bir qədər şərtilik və bir qədər anlamadır. Ona görə şeiri əzbərləmək lazım deyil, mənasını başa düşməlilər. Bunlar bir-birinə ayrı məsələlər deyil ki, biz bəyəm atamızın, anamızın, qardaşımızın, bacımızın adını əzbərləmirik. Əzbərləyirik. Biz uşaq valideynlərinə baxır, onları təqlid edərək və onların söylədiklərini əzbərləyərək bu böyük dünya ilə tanış olur ilkin dövrdə. Biz anamızın da adını əzbərləyirik, atamızın da adını əzbərləyirik.
ətrafdakı əşyaları, dostlarımızı və s. əzbərləyirik. Və sonra bu mexanika artıq bu mühərrik içimizdə işə düşür və bizim son günlərimizə qədər bizim yol yoldaşımız olur. İnsan yaddaş deməkdir axırda. Yaddaş elə əzbərləməyin nəticəsində olur. Niyə şeir əzbərləməliyik? Bilirsiniz, əgər qəbul eləsək ki, bu dünya sözdür və bunu bütün səmavi kitablar deyir, bizim bax bu ahəngdar söz olan dünyamızı biz gündəlik qatma qarşı, xaotik, rutin işlərin belə deyək, girdabında o ahəngdarlığı itiririk. Və bir gün şeir isə bizə imkan verir ki, həmin o itirdiyimiz ahəngi, harmoniyanı az da olsa bərpa edək. İstənilən bədii mətn həmişə belə bir ifadə var, reprezentativdir. Yəni, yenidən təqdimatdır. Biz bax, gündəlik həyatımızda yaşadığımız yorğunluğu, qarşılığı, birdən bir, belə deyək, ahəngdar bir şeir oxuyuruq, sanki balaca bərpa edirik. Nə gözəl dediniz onu. Ona görə bunu təhsil proqramından çıxartmaq, uşaqlar şeir əzbərləməməlidirlər, əzbərləməlidirlər və müəllimlərin, pedaqoqların borcu o əzbərləməni həmin şagirdlərə izah etməlidir. Yəni, məsələn, əgər tutalım, biz niyə Səmədulun Azərbaycan şeiri əzbərləməsin? Azərbaycanın özünə məxsus poetik xəritəsidir və yaxud Məmməd Arazın şeiri əzbərlənsin və izah olunsun ki, Azərbaycan deyiləndə ayağa dur ki, Füzulinin ürəyinə toxuna bilər. Niyə Füzulinin ürəyinə toxuna bilər? Ona görə ki, bizim, belə deyək də, poetik dilimizin türkçə olan şeiriyyatı, şah nümunələrini Məhəmməd Füzuli yazıb. Yüzlərlə belə misallar göstərmiyorlar. İndi mənim ola bilsin ki, həm də vaxt nöqtə-nəzərlə bunları demirəm. Şeirlər əzbərlənməlidir, uşaqları bundan məhrum eləmək olmaz. İstənilən biz mənim Pifaqor teoremini əzbərləmirik. Əzbərləyirik də. Yəni, hansı düstur əzbərləyirik. Sonra anlayırıq, yaxud anlaya-anlaya əzbərləyirik, əzbərləyə-əzbərləyə anlayırıq. Bunları bir-birinə, biz Mendeleyev cədvəlini əzbərləmirik, əzbərləyirik, vurma cədvəlini əzbərləyirik. Əzbərləməliyik və anlamalı. Uşaqlar əzbərləməlidir, müəllimlər uşaqların əzbərlədiyi şeyləri onlara izah eləməlidir. İndi o başqa məsələdir ki, biri yaxşı əzbərləyər, biri pis əzbərləyər. Bəyəm, tutalım, hamı eyni səviyyədə başa düşürmü? Yox. Ona görə yox, bu yanlış fikirdir, yanlış yanaşma. Və yaxud da ki, belə bir mənzərə gəldi gözümün qabağına. Biz deyirik ki, cavanlar, gənclər gözəl nitq qabiliyyətinə malik olmalıdırlar və biz əlimizdən gələni etməliyik ki, bugün o nitq qabiliyyətini itirən gəncləri ora doğru yönəldək. Və nitq qabiliyyəti olan gözəl bir nitq söyləməyi bacaran birisi başlayır hər hansı bir sözü deməyə və bu yerdə o istəyir ki, şeirlə öz fikrini daha da gözəlləşdirsin. Bu məqamda əzbər yoxdur axı, ancaq məna var. Deyir ki, Səməd Vurğunda bir şeir var idi, orada nəsə deyir ki, başı qarlı, dağlardan danışırdı, yadınıza. Bu tamam başqa bir effekt verəcək və o nitqin bütün gözəlliyini öldürəcək. Halbuki nitqin gözəlliyi bugün getdikcə daha böyük əhəmiyyət kəsb eləyir. Və məncə nitqin gözəlliyi üçün orada poeziya, şeir önəmlidir. Atalar sözlərinin əzbər öyrədilməsi önəmlidir. Hikmətli sözlərin əzbər öyrədilməsi önəmlidir. Və mənə elə gəlir ki, nəinki şeirlər, hikmətli sözlərin yeri gələndə deyilməli olanı müəyyən bir baza kimi hökmən gənclərə verilməlidir ki, yeri gələndə ondan istifadə eləsin və fikrini daha da gözəlləşdirsin. Bilirsiniz, biz ümumiyyətlə elə bir çağda yaşayırıq ki, orada mənə elə gəlir ki, poeziya marginallaşır. Məsələn, Amerika prezidenti Kennedy'nin inaugurasiya mərasimində Amerika şairi Robert Frost çox yaxşı bir nitq söyləmişdi. Orada bir cümlə var idi, deyirdi, siyasət məhv eləyəndə poeziya qoruyur. Poeziya gücü özündən qoruyur. Gücü
özünün özünə yetirə biləcəyi ziyanla qoruyur. Xüsusi bütün xalqların taleyində xüsusi dövrlər olur. Müharibə dövrləri olur. Orada şeir silah qədər vacib olur bəzən. Bir misra, bir bənd. Məsələn, necə ki, tutalım, yadınızda da Heydər Əliyev Azərbaycan şeirini necə şövqlə deyirdi. Bəli. Yaxud, səhv eləmirəmsə, Allah rəhmət eləsin, Qabil Azərbaycan əsgəri şeirini yazmışdı 96-cı ildə. O şeir təxminən 10 il, 15 il ictimai televiziyada hər gün çarx kimi səslənirdi. İndi təsəvvür edin, 96-cı ildə yazıldı və 15-ci ilə qədər, bəlkə də 20 ilə yaxın o çarx kimi ictimai televiziyada yayınlandı. Ümid sənəd ancaq Azərbaycan əsgəri. Bəyəm elə olmadı. Amma görün, onu nə vaxt yazmışdı. Bilirsiniz, nə baş verdi? O şeir vasitəsilə Allah şəhidlərimizə rəhmət eləsin, Allah ordumuzda güclü eləsin. O şeir vasitəsilə həm uşaqlar yetişdiyi, bilirsiniz, Bu həm də sözün gücüdür də. Bəli, həm sözün gücüdür, həm poeziyanın gücüdür. O emosional nöqteyi nəzərdən o gücü məhz şeir verə bilər, poeziya verə bilər. 2020-ci ildə biz qələbə çaldıq, amma 2020-ci ildə Azərbaycan ordusunun əsgərləri, zabitləri 96-cı ildən 2020-ci ilə qədər 24 il vaxt keçdi. Bax, o vətənpərvər nəslinin yetişməyinə ciddi bir töhfə oldu. Şuurlarda qələbə təmin olundu. Hamı anladı ki, biz öz əsgərimizin, öz hərbi gücümüzün hesabına qələbə çala bilərik. O, həm də Azərbaycanın o dövrkü siyasi tarixinin məqamları var. Orada ona görə və yaxud iki örnək dedim. Ya da Erdoğan gəldi burada, Arazı ayırdılar. Nə bilim, nə qədər böyük effekt yaratdı o şey deməyi. Siyasi tarixdə də poeziyanın rolunu nə qədər böyük olduğunu göstərən xeyli məqamlar var. Ona görə İkinci Dünya müharibəsində faşizmlə mübarizədə nə qədər Azərbaycanlı şairlər maraqlı şeirlər yazdılar. Mən düşünürəm ki, bunu tərsini düşünənlər yanılırlar. Biraz, ola bilsin kimsə özünü ultra müasir, ultra çağdaş, daha çağdaş hiss eləyir. Ona elə gəlir ki, əlində mobil telefon varsa bütün məsələlər həll olur. Elə deyil. Birdən işıqlar sönür, bütün internet, sonra bütün elektronika gücünü itirir və sən qalırsan yaddaşla təkbətək. Sənin yaddaşında nə olacaq? Tamamilə doğrudur. Sənin yaddaşında səni xilas edən hansı sözlər olacaq? Bax, bayaq dediniz, hansı atalar misalı, hansı hikmətli sözlər olacaq? İndi hamımız, olurdu hamımızın həyatında. Məsələn, indi bizim evdə, Allah bütün uşaqları saxlasın, iki gənc adam var da. Məsələn, qəfil, məsələn, 1 saat, 2 saat elektrik olmayanda mən onlara baxıram, özümə baxıram. Fərqli reaksiyalardır, bilirsiniz. Onların bütün həyatı telefon, kompüterlə bağlıdır. Amma məsələn, mən fikirləşirəm ki, kitablarla və yaxud yaddaşla qalmaq daha maraqlıdır. Ona görə bunları biraz dərindən düşünmək lazımdır. Xüsusən təhsil ekspertləri, təhsildə məsuliyyət daşıyan adamlar bu məsələni göz ardı eləməməlidir. Tam sizə qatılıram. Səlim müəllim, yekunda belə bir sual vermək istəyirəm. Tərcümə işinin keyfiyyətinin yüksəldilməsi üçün və keyfiyyətsiz tərcümələrin olmaması üçün nələr etmək lazımdır? Biz əslində bu sualın bəzi hissələrini əvvəlki cavablarda verdik. Deməli, bizim ali təhsil müəssisələrində bədii ədəbiyyatın tərcüməsi üzrə ixtisaslaşmış mütəxəssisləri yetişdirmək lazımdır. Onları maraqlandırmaq lazımdır. Onları maraqlandırmaq üçün, yenə deyirəm, bayaq dedim, kitab satış mərkəzləri, yəni onlar qonorar əsasında, siz tərcüməçi qonorar almasa tərcümə eləyə bilməyəcək. Əgər belə perspektiv yoxdursa, düşünmürəm ki, istisnaları çıxmaq şərtindən, 1-2 adamı çıxmaq şərtindən kimsə özünü bədii ədəbiyyatın tərcüməsi işinə həsr eləyəcək. Ona görə mümbit bazar formalaşmalıdır.
Yəni bu sahəyə də maliyyə ayrılmalıdır və keyfiyyətli mütəxəssislər yetişdirilərək bir yerə yığılmalı və tərcümə işi sırf onlara... Artıq biz belə deyək də, azad iqtisadi münasibətlər dövründə yaşayırıq. Burada datasiya başqa istiqamətlərdə olmalıdır. Mən indi o məqamın üzərinə gələcəm. Azad iqtisadi münasibətlər, kapitalist iqtisadi münasibətlərində nəşriyyatlar və onların nəşr elədiyi kitabların satışı üçün şəbəkə olmalıdır. Mən bayaq dedim, bir də təkrar edeyim. Bizim elə rayonlar var ki, orada dəftərxana mağazalarına çıxmaq şərti ilə kitab satan dükanlar yoxdur. Yaxşı, bəs indi tərcüməçi tərcümə elədi, naşirdə nəşr elədi, o kitab da alınmadı. Ümumiyyətlə, o kitabla auditoriya tanış olmadı, auditoriyanın xəbəri olmadı. Bu necə olacaq? Bəli. Deməli, birinci bu işi düzəltmək lazımdır. Bu da ola bilsin ki, müvafiq sahənin adamlarına belə deyək də, imtiyazlı iqtisadi imkanlar verilməlidir. İkinci məsələ təhsildə ixtisaslaşma məsələsidir. Və bir də yenə ilkin ibtidai orta təhsillə bağlı olan məsələlərdir. Bədii ədəbiyyata meyl azaldıqca, bədii ədəbiyyatın tərcüməsinə də meyl azalacaq. Deməli, orta məktəblərdə uşaqların bədii ədəbiyyata meylini daim diri saxlamaq lazımdır. Bu, mənə görə görülə biləcək birinci işdir. İkinci məsələ milli ədəbiyyatın dünya dillərinə təbliği məsələsidir. Məsələn, iş elə gətirib ki, mən 12-ci ildə həm TEDAD-da, Türkiyə Ədəbiyyatı Təbliği Agentliyində, sonra da Krakowda, Polşada Söz İnstitutunda onların iş fəaliyyətinə yaxından tanış olmuşam. Və digərlərinin, Norlanın, Filinin və digər belə deyək də, ölkələrin, sonra Ruslarda Perevochevski İnstitut var, onların fəaliyyətinə yaxından tanışam. Bilirsiniz, burada konseptual yanaşma lazımdır. Və o təcrübədən bizdə istifadə etmək olarmı? Hansı uğurlu təcrübələr var? Onların hamısından nələrsə götürmək olar. Hətta onların, belə deyək də, mən uzun müddət bunu özüm üçün təhlil eləmişəm. Onların müəyyən yanlışları var. Onları da, belə deyək, eləmədən milli ədəbiyyatın uğurlu tərcüməsini, eyni zamanda xarici tərcüməçilərin bizim milli ədəbiyyatın tərcüməsinə meyləndirilməsini, belə deyək, həyata keçirmək olar. Amma bunun üçün artıq yer gəlmişkən biz söhbətimizin ilk başında mədəniyyət konsepsiyasından danışdıq. Orada bir məsələ, xüsusən vacib məsələ, milli ədəbiyyatın təbliği məsələsidir. Mən ümid edirəm ki, Mədəniyyət Nazirliyinin bazasında bu işlər görüləcək və görülməyə başlayanda da o mövcud təcrübələr nəzərə alınacaq. Sonra, necə ki, bizim bəzi dillərdən tərcüməçi mütəxəssislərimiz yoxdur, eyni zamanda bizim ədəbiyyatı da birbaşa başqa bir dilə tərcümə eləyəcək mütəxəssislərimiz yoxdur. Demək, burada görülə biləcək işlərdən də biri, demək, müxtəlif xalqların Türkiyə türkçəsinin, yaxud Türkiyə ədəbiyyatının tərcüməsi mütəxəssislərini Azərbaycana dəvət eləməli. Müəyyən, belə deyək də, uzun müddətli yaradıcı ezamiyyətlər vasitəsilə onların yenidən ixtisaslaşmasını təmin eləmək lazımdır ki, onlar artıq təkcə Türkiyə türkçəsindən deyil, Azərbaycan dilindən də tərcümə eləsinlər. Deyək ki, məsələn, Yapon dilinə, məsələn deyirəm, deyək ki, Rumun dilinə, deyək ki, İspan dilinə və üstə gəl, bizim burada yetişən tərcüməçilərimiz var ki, onların, məsələn, bizdə tərcüməçilər var, deyək ki, İspan dilindən Azərbaycan dilinə tərcümə edir. Həmin tərcüməçilərin Azərbaycan dilindən İspan dilinə tərcüməsi məsələsinə də baxılmalıdır. Onlar da həmin ölkələrə ezam olunmalı və öz həmkarları ilə, belə deyək də, uzun müddətli bərabər işləməlidirlər. Sonra, bəzən olur ki, bir də görürsən, məsələn, deyək ki, bir müəllifin əsəri, məsələn, deyək, qardaş Türkiyədə nəşr olunur. Baxırsan, nəşriyyat məlum deyil. Yəni, mütəxəssislərə məlumdur. Hansısa 75-ci dərəcəli bir nəşriyyatdır. O kitab, nəşr olunan kitab gedib kitab satış şəbəkəsinə düşmür. Yaxşı, onda bəs bu kitabın nəşrinə niyə vəsait ayrılır, niyə maliyyə sərf olunur? Tərcümə işinin təşkilində, Azərbaycan ədəbiyyatının təbliğində qabaqcadan bu məsələlər öncədən planlaşdırılmalıdır. Bunun da, belə deyək, metodologiyası var.
Sonra o kitabların həmin ölkənin vacib kitab nəşrlərinə düşməsi, elektron resurslarda təşviqi, təbliği, bunlar hamısı belə deyək də kompleks baxılmalı məsələlərdir. Əlbəttə ki, mən düşünürəm ki, 5 illik və yaxud 3 illik ilkin proqramlar, siyahılar, bayaq siz dediniz, hazırlanmalıdır. O istiqamətdə ardıcıl iş görülməlidir və mən əminəm ki, bu rahatlıqla görülə bilər. Və ümid edirəm, inanıram ki, bunu eləyəcək bizə mütəxəssislər var və inşallah bu olacaq. Mən ümid edirəm ki, gözləntilərimiz özünü doğruldacaq. Yekunda Səlim müəllim, 2 sual vermək istəyirəm sizə. Bir, bu qədər çox tərcümələrin içərisində bəyəndiyiniz 3 şair və ya yazıçının adı xarici ədəbiyyatdan. Bəli. Və sonraki sualım isə sizin yaradıcılıqla bağlı poeziya notları üzərində yekunlaşdırmaq istəyərdim. Ən çox sevdiyiniz şeirdən bir hissəni sizdən istəyəcəm. 20-ci əsr dünya poeziyasından əvvəl onu deyim ki, mən çox nadir hallarda sifarişlə tərcümə eləmişəm. Və bəxtim onda gətirib ki, sifariş olunanda belə mənim seçim hüququm olub. Məsələn, təklif ediblər ki, tutalım 10 bir xalqın ədəbiyyatından 10 şairin şeirlərini tərcümə eləmişəm. Şairlərin siyahısını dəyişiklik eləməsəm də, həmin şairlərin şeirlərinin siyahısını dəyişiklik eləmişəm. Ona görə mən buna nə demək istəyirəm? Bunu onu demək istəyirəm ki, mən tərcümə elədiyim bütün şeyləri sevmişəm, sonra tərcümə eləmişəm. Sualınıza cavab verməm də gərək bütün siyahını sədalım. Amma seçməli olsaydım, məsələn, Polyak ədəbiyyatından Çeslav Miloš, İngilis ədəbiyyatından Thomas Stearns Eliot, Rumun ədəbiyyatından Anna Blandiana. Amma yenə deyirəm, bu bir qədər şərtli ilə deyilən siyahıdır. İndi mən istəyərdim ki, söhbətimizi sizin müəllifi olduğunuz və ən çox sevdiyiniz şeirlə yekunlaşdıraq. Yenə də ən çox sevdiyim deyə bilmərəm. Çünki fərqli ovqatlarda, fərqli hallarda fərqli şeirlər yazmışam. Üzümə gülən sevinci, başıma daş kimi dəyən qaxıncı, öpüşü qoy olsun lap axırıncı sevirəm. Sevirəm bu yolun yolçuluğunu, qəm hərifliyin puçluğunu. Elə evdə oturub dinləsən işini, heç hələ çıxmasan. Qədəri vecinə almasan. İçin üçün, için, elə hey ağlasan, görəcəksən ki, sən daha maralısın. Təzə söz yazsan, onun təzəliyinə inansan, sonra da təzə sözlər olmur deyib gülsən, ağlasan, görəcəksən ki, sən daha maralısın. O qədər marallısan ki, üzünə gülən sevinci, ağlatdığın kədəri, başına daş kimi dəyən qaxıncı, emməyən qılıncı və başqa nələri sevirsən. Çünki nə əvvəlincisən, nə də axırıncı. Təşəkkür edirəm. İstəmədim deyim ki, o şeiri deyin. Amma ürəyimdə fikirləşirdim, kaş ki o şeir olsun. Təşəkkür edirəm. Mən təşəkkür edirəm. Sizə yaradıcılıq uğurları arzu edirəm. Çox sağ olun. Sağ olun.